Belə tutan var ha övladının əlindən nəsə özü gətirir ki, buna nəsə olacaq. Hə, Yəni o şüuraltı həyatına çəkir onu və həqiqətən də elə insanda da o hadisə baş verir. Bir pasiyentim gəlib, məsəl üçün illər bundan qabaq bunun ayağı dəyib. Ayağı dəyib və sağalıb, illər keçib. İndiyə qədər o ayağına həmişə fikirləşir ki, nəsə olacaq. Beynində fikir ki, özünə gətirir və bu adam normal addım atmır ki, həyatında nəsə ola bilər. Bu nədir? Özü neqativ olub, evə düçar olub. Bu insan özü öz neqativini gətirir. Bu desə ki, yox, məndə heç nə yoxdur. Hər şey normaldır. Hər şeyə, yəni nəyə görə mənə pislik olmalıdır? Nəyə görə mən pis fikirləşim? Niyə mən bədbəxtçiliyi fikirləşirəm? Axı xoşbəxtçilik çoxdur. Xoşbəxtlik barədə fikirləş də. Məsələn, uşağın əlini tutub, ay orada İraq olsun, getsə maşın vuracaq. Niyə bunu fikirləşirsən? Qorxuram deyir. Deyirəm ki, burax getsin də. Zaten bağlı məkandır da. Maşın yolunda o heç. Yox, bağlı məkandayıq, hamımız oradayıq, orada oynayırlar uşaqlar. Deyirəm ki, burax getsin də. Yəni nə üçün sən də rahat otur da, özü də rahat otur baxı.